Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində Hakim Abbasov küçəsində yeri hündür, belə ətrafı yaşayış olan kupçalı 5 otaqlı həyət evləri təqdim edəcəm sizlərə. Sayları məhdud qalıb. Bu birinci həyət satılıbdır. Bu birinci həyət. Yerdə qalıb bu 3 dənə. 2 sot yarıma yaxın torpağın üzərində iş olub. Qaz, su, şəfa, kanalizasiya var. İstərdim sizlərə evin ikinci mərtəbəsində ilə olan şəraiti göstərim. Pilləkən ümumi görünüşü. Pilləkən betondan inşa olunub. Durduğumuz döşəmənin altı monolit betondur. Sənəd kupça birbaşa dövlət ipotekasına yararlıdır. Dövlət ipotekanız hazırdırsa, bu evi əldə edə bilərsiniz. Yəni, kupçası əldədir. Burada bizdə böyük yataq otağını göstərim. Birinci növbədə yataq otağı çox böyükdür. Həqiqətən çox böyükdür. Yataq dəsti rahat şəkildə yerləşəcək. Bizim burada digər böyük yataq otağı var. Bir daha vuruluyum. Evimiz 5 otaqdır. Bu 2 yataq otağı eyni ölçüdədir deyərəm. Yataq dəsti rahat şəkildə yerləşəcək, əlavə boş ərazisi qalacaq. İkinci mərtəbədə özünə ayrıca hamam otağı var, belə. Qiymət 132.000 manatdır. Endirim olunacaq evə baxdıqdan sonra. Bu ən kiçik yataq otağıdır, ən balaca yataq otağıdır. Burada yenə də yataq dəsti yerləşəcək. Buranın şov otağı eləməyə olar, mümkündür. Və keçək birinci mərtəbə olan şəraiti göstərim. Birinci mərtəbəyə düşmüşük. Döşəməsi qranitdir. Bu döşəmə qranit, altı isti poldur. Burada bizdə işıqlandırma var dəhliz üçün. Pilləkən betondan inşa olunur. Üstü də qranitlə işlənilib. Çox səliqəli iş görülür. Pəncərəsi var pilləkənə aid. Həyətini göstərəcəm bir qədər sonra və evin üz görünüşünü göstərəcəm. Qiymət 132.000 manat. 5 otaqlı evdir. Masazır qəsəbəsində. Yeri çox gözəl, hündür. Havası təmiz olan bir yerdə yerləşir. Burada bizdə bir dənə yataq otağı var, birinci mərtəbəyə aid olan. Bunu vurğulayıram ki, bu birinci mərtəbənin özünün ayrıca belə bir yataq otağının olması hər evdə olmur. Hər 5 otaq evdə olmur. Burada da böyük bir mətbəximiz var. Sözün həqiqi mənası böyük bir mətbəxdir. Burada da döşəməsi qranit. Kommunalların hamısı var, qaz, su, xətt, hamısı çəkilib qoyulub. Və əlavə mətbəxdən evin arxasına keçməyə bir yer də var. Bu evə aiddir, bu hissəsi də. Və sizə kombi çıxış xətti o hissədədir. Arxasını göstərim. Arxası da sıvanıb. Keyfiyyəti iş görülüb. Sona qədər cüt daşına tikilib. Zirzəmisi də var evin arxasında. Və hamam otağına baxdıq. Balaca yataq otağına baxdıq. Mətbəxə baxdıq. Son göstərəcəyim yer qonaq otağıdır. 132.000 manata belə bir gözəl, sümkər bir həyət evidir. 5 otaq. Ümumi 2 tonunda 500 otaq yaxın torpağın üzərində inşa olunub. Keyfiyyətlə inşa olunub. Ən əsası keyfiyyətə önəm verilib. Qonaq otağının pəncərəsi öz həyətinə baxır və qonaq otağının son dəfə B hissədən göstərim. TV stand hissəsidir. Və çıxaq çöldən evin ümumi üz görünüşü sizlərə tam şəkildə təqdim edim. Evin üz görünüşünü göstərim. Sayıları bir daha vurğulayıram. Az qalıb. Bu soldakı ev satılıb. Üz görünüşü budur. Yerdən kürsülü, mərtəbə arası monolit beton. Qiymət 132.000 manat. Bu ev qalıb, bir digər yanda olan 2 ev qalıb. Çox bitişik deyil. Ara məsafəsi var. Burada da gülçə üçün yer var. Həyətdəki böyükdür. Bizim burada bir dənə də göstərəcəyim yer var. Əl qapısı ayrı, pult darvazası ayrı. Kanala abunə olun. YouTube və Instagram kanalımıza da bəyənməyi unutmayın. Sonra izlədiyiniz üçün təşəkkür edirəm.